Değerli izləyicilər, videonu bəyənib kanala abunə olun ki, hər kəs son xəbərlərdən anında məlumatlansın. Bakıda yaşadığı binanın qarşısında quruması üçün asılmış xalçanı oğurlayaraq bit bazarında satan şəxs həbs olunub. Xəbər verilir ki, 1989-cu il təvəllüdlü şəxs saxlanılıb və barəsində İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinə əsasən protokol tərtib edilərək iş məhkəməyə göndərilib. Məhkəmədə müəyyən olunub ki, zərər çəkmiş saat 11:00 saatlərində 4 kvadrat ölçüsündə olan xalçanın quruması üçün yaşadığı binanın qarşısındakı dəmir dirəyə asıb. Axşam saat 22:00 radələrində xalçanı götürmək istədikdə onun oğurlandığını aşkarlayıb. Aparılan araşdırmalar nəticəsində məlum olub ki, oğurluq hadisəsi qonşusu tərəfindən törədilib. Həmin şəxs xalçanı bit bazarında fəaliyyət göstərən satıcılardan birinə 60 manata satıb. Zərər çəkmiş isə dəyəri 400 manatdan artıq olan xalçanı həmin bazarda görərək geri alıb. Məhkəmənin qərarına əsasən təqsirləndirilən şəxsə 15 sutka müddətində inzibati həbs cəzası verilib.